Hüseynova Aygün Rəşid qızı Bakı şəhəri Dökbatan qəsəbəsində 9 saylı Cabbar Qaryağdıoğlu adına uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim işləyirəm və konsertmeyster kimi çalışıram. 1989-cu ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil oldum. Eteriya Banaşkeviç Məmmədovanın sinifinə. Burada ifaçılığın xüsusiyyətlərinə yiyələndim. Uğurlu, amma çox çətin bir prosesdir. 3 1 2 say. 3 1 2 yumuşaq burada 2 3 barmaqları cəmlə. Növbəti akordu götürməmişdən qabaq ancaq əlimizi qaldırıb təzədən onu basa bilərik. Olarmı? Yenə başlayırıq pianodan. Mənim uşaqlıqdan pianoçu olmaq çox böyük bir arzum var idi. Artıq mən 33 ildir ki, fortepiano ixtisası üzrə müəllim kimi çalışıram və 97-ci ildə mən konservatoriyanı bitirmişəm. Say 1 2 3 1 2 3 1 2 Musiqi savadını düzgün yiyələnməsi çox vacib bir şərtdir. Uşaq musiqi məktəbində ilk təməl qoyulur. Ondan sonraki dövrdə hər bir müəllimin vəzifəsidir ki, uşağı düzgün yönləndirsin və həmin o bacarıqları, ifaçı xüsusiyyətlərini düzgün ona çatdırsın ki, o bir peşəkar müəllim, ifaçı olsun. 2 və 3 və bunu görürsünüz 2 və 3 və liqa çərçivəsində biz bunu təsdiqləyəcəyik. Mən müəlliməmi çox sevirəm, çünki o mənə pianinoda düz nəsə eləməsəm, mənə başa salar, bir də kömək eləyər. Çox bir incəliklə ifa olunmalıdır. Çox xoşuma gəlir Aygün müəllimə ilə dərslər keçməyə. Hamısını qəşəng başa salır, hamısını bir-bir başa salır. Nəyə başa düşmədimsə, onu təzədən başa salır da. Yəni ki, o müəllim mənə başa düşmədimsə, 1-2 dərs onun üstündə qalırıq. Ona görə mən çox sevirəm o müəllimi. 2 və 3 və bunu görürsünüz 2 və 3 və liqa çərçivəsində biz bunu təsdiqləyəcəyik. Hər bir müəllim öz üzərində daima çalışmalıdır. Düzgün yönləndirilməyən, öyrədilməyən bir şagirdi gələcəkdə biz bir parlaq ifaçıları itirməyəcəyik.